Assalamu alaykum Farabi Tor dersxanasından hörmətli görmələrim, iş vaxtınlar xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dil dərsimizin 60-cı dərsini ötümüz. 60-cı dərsimiz cümlə böləklərinin 2-ci bölüki. Ötən saat dərsimizdə cümlə böləklərinin 1-ci bölükidən cümlə böləklərinin eniqləməsi, cümlə böləklərinin içidən baş bölək və əgəşmə bölək, şundaqla baş böləknin içidən egə xəbər, əgəşmə böləknin içidən eniqləyici və toldurğucunu görüb ötkendik. Bugünkü dərsimizdə bolsa cümlənin əgəşmə böləkləri içindən halət və halətnin türləri, şundaqla cümlənin təndaş böləklərini görüb çıxımız. Dərsi başlaşdan burun ötən saat dərsimizin axır sorab ötən tövəndiki iki sualımızға qısqa cavab verib ötəylik. Birinci cümlənin baş bölüki degan nima? Qaysı böləklər baş böləkə kiridi? Bu sualın cavabı cümlənin baş bölüki cümlə tüzülüşüge asas bolduğan, fikrini ifadələşdə baş rol oynaydigan böləklərini göstərir. İlgi bilan xəbər bolsa, cümlənin baş bölüki hesablandı və cümlə qurulmasının asasını təşkil qıldığan, cümlənin uyuşturduğan iki məna mərkəzi hesablanıdı. İkinci sualımız bolsa, əgəşmə bölək degan nima? Əgəşmə bölək deganimiz cümlənin baş böləklərə yandışıb keladigan, cümlənin baş böləkləri ifadelanadigan məzmunni to'liqlash, kengaytirish və konkretlashtirish rolunu oynaydigan böləklərni göstərir. Yəni, ilgi bilan xəbərdə ifadelanadigan məzmunni to'liqlash, kengaytirish və konkretlashtirish rolunu oynaydigan böləklərini göstərir. Əgəşmə böləkləri bolsa, toldurğucu, eniqləyici və halət qatarlıq böləklər kiridir. Bu sualların cavabını texnik təfsili bilməkçi bolsanlar, ötən saatki dərsimizni görüb çıxışınlarını tavsiyə qılımən. Undaqda bugünkü dərsimizə gəlsək, ötən saatki dərsimizdə əgəşmə böləklərdən toldurğucu və eniqləyici görüb çıxandıq. Bugünkü dərsimizdə bolsa, əgəşmə böləklərinin içindən halətini görüb çıxımız. Undaqda halətinin nəzərivi eniqləməsi qandaq boludu? Cümlədə fe'l yoki fe'l xarakterlik birikmələrə və yoki sifətlərdən tüzülgən xəbərlərə beqinib kelib, xəbərdə ifadələnən iş hərəkətinin vaxtı, o'rni, səbəbi, məqsədi, yönəlişi, vasitəsi, dərəcəsi, san miqdarı qatarlıqlarını ifadələydigan əgəşmə bölək halət deyilir. Cümlədəki halətinin qrammatiklik məzmun dairəsi bir qədər kəm olub, o baş keliş, igilik keliş və düşüm kelişdən başqa kelişlər gəlgən sözlərdən tüzülüb, özü beqingan böləklərini cümlədən xəbərini eniqlaydı. Yəni, baş kelişdə gəlgən bolsa, igi boldu degan idik. İgilik keliş bolsa, eniqləyici, düşüm kelişdə gəlgən bolsa, toldurğucu boldu. Bulardan başqa kelişlərdə gəlgən bolsa, halət vəzifəsi keldi və halətinin ən mühim alayidlik bolsa, xəbərini eniqlaydı, yəni xəbərə beqinib kelidi. Amma eniqləyici və toldurğucu bolsa, ismə beqinib kelətdi. Halətinin intayın mühim xüsusiyyətlərdən bolsa, cümlənin xəbərə, yəni fe'lға beqinib kelidi. Məsələn, avtobus asta-asta qo'zg'aldi. Bu cümlənin halati bolsa, asta-asta degan revish və bu revish qo'zg'aldan iborat fe'lga, yəni bu cümlənin xəbərə beqinib kelgan və uni aniqlab kelgan. Bugun ushtumtut qattiq yomg'ir yig'ib ketdi. Bu cümledagi ushtumtut degan revish o'xshashla holat vazifasiga kelgan va yig'ib ketdi degan fe'lni aniqlab kelgan, ya'ni fe'lga beqinib kelgan. Biz yo'lda paranglashqash mangduq. Bu cümledagi paranglashqash degan revishdash holat vazifasiga kelgan va oxirdagi mengishdan iborat fe'lga, ya'ni mangduq degan bu cümlening xabariga beqinib kelgan, ya'ni aniqlab kelgan. Muallim bugünkü dərsini olturub sözüldü. Bu cümledeki olturub degan revishdash bolsa, holat vazifasiga kelgan və sözləşdən iborat fe'lga, ya'ni sözledi degan xabarni aniqlab və beqinib holat vazifasiga kelgan. Bayram deməylən chiroyliq kiyinidi. Bu yerdagi chiroyliq degan sifat o'xshashla kiyinishdan iborat fe'lni, ya'ni kiyinidi degan bu cümlenin xabarini aniqlab və beqinib kelgan. Meryem yağmur yığıvatqandı geldi. Bu yerdagi yığıvatqan degan sifatdash da degan o'rin kelish bilan turlanib kelgandan keyin bu cümlede holat vazifasiga kelgan və kelishdan iborat fe'lga beqingan, ya'ni bu cümlenin xabari bo'lgan keldi degan fe'lni aniqlab və beqinib kelgan. Men maktabdan keldim. Bu yerdagi maktab degan ism bo'lsa, chiqish kelish bilan turlanib kelgandan keyin bu cümlede holat vazifasiga kelgan. Adil pochtaxonada ishlaydi. Bu cümledagi pochtaxona degan ism o'rin kelish bilan turlanib kelgandan keyin bu cümlede holat vazifasiga kelgan. Shundaqla bu cümlening xabari bo'lgan ishlaydi degan fe'lni
aniqlab və beqinib kelgan. Abdüşkür müsabiqədə birincilikə erişdi. Bu cümledeki birincilik degan san K degan yo'nalish kelish qo'shimchasi bilan, ya'ni yo'nalish kelish bilan turinib kelgandan keyin bu jumlada holat vazifasi kelgan va erishdi degan xabarga beqinib, ya'ni aniqlab kelgan. O'quvchilar kashlik o'rganishga qatnashdi. Bu jumladagi o'rganish degan ismdosh bo'lsa, K degan yo'nalish kelish qo'shimchasi bilan turinib kelgandan keyin qatnashishdan iborat fe'lga beqinib kelgan, ya'ni qatnashdi degan xabarni aniqlab kelgan. Mashinanız bir saatte qanchalik yo'l mangdi? Bu yerdagi bir soat degan son miqdor birikmasi P degan o'rin kelish qo'shimchasi bilan turlangandan keyin oxirdagi xabarni aniqlab kelgan. Holatning nazariy aniqlamasini ko'rib chiqdik. Endi holatning turlarini ko'rib chiqsak, holatlar jumlada bildiradigan ma'nosiga qarab, sifat harakat holati, o'rin holati, vaqt holati, sabab holati va maqsad holati degandek 5 turga ayrıladi. Buning ichidan sifat harakat holatiga chapsan, kulib, to'satdan qatorliq mushkil so'zlar sifat harakat holatiga kirdi. Yanada ustida, oldida, keynida degandek so'zlar bo'lsa, o'rin holati rolda keldi. Vaqt holatiga bo'lsa, mangu, tunugun, yozda, kecha degandek so'zlar misol bo'la oladi. Sabab holatiga bo'lsa, og'rib qolg'achqa, ostiliqidan qatorliqlar misol bo'la oladi. Qasddan, o'quqli, ko'rish uchun qatorliqlar bo'lsa, maqsad holatiga misol bo'la oladi. Endi bularni tafsiliy ko'rib chiqamiz. Eng avval ko'rib chiqadiganimiz sifat harakat holati. Undaqda sifat harakat holati degan nima? Ish harakatining qandaq usul, qandaq vosita bilan o'rlanganligini bildirib keladigan holat sifat harakat holati deyildi. Sifat harakat holati ish harakatining qandaq yo'sinda bo'lgan, bo'layotgan va bo'ladiganligini bildirdi va qandaq qilib, nima qilib deganga o'xshash savollarga javob bo'lib keladi. Bundaq holatlar har xil so'z turkumlariga xos so'zlardan bo'libmi, holat ravishlari, miqdor ravishlari, ravishdoshlar, son va ba'zi sifatlardan tuzilib, fe'ldan tuzilgan jumla bo'laklariga beqinib, bog'lanib keladi. Masalan, avtobus asta-asta qo'zg'aldi. Bu yerdagi asta-asta degan ravish bo'lsa, holat ravishi va bu jumlada holat vazifasi kelgan. Bugun ushtumtut qattiq yomg'ir yig'ib ketdi. Bu yerdagi ushtumtut degan so'zga o'xshashlar holat ravishi kirdi. Biz yo'lda paranglashqash mangdiq. Bu yerdagi paranglashqash bo'lsa, ravishdosh va bu jumlada o'xshashlar holat vazifasi kelgan. Bayramdan baylan chiroyliq kiyinadi. Bu jumladagi chiroyliq degan sifat bo'lsa, o'xshashlar sifat harakat holatiga kirdi. Hem de holatlarning ichidan o'rin holatini ko'rib chiqamiz. Undaqda o'rin holati degan nima? O'rin holati deganimiz ish harakatining paydo bo'lgan o'rnini bildirib keladigan holat o'rin holati deyildi. O'rin holatlari jumladagi ish harakatining o'rnini, yo'nalish nishonini ifodalash bilan birga yo'nalish kelish, o'rin kelish va chiqish kelishlarga kelgan ism va ism xarakterlik so'zlar shundaqla ko'rsatish almash, o'rin almash qatorliqlardan tuzilib, jumlada qayerga, nerda, kimda, nimada, qayerda, nega, kimga, nimaga, qayerdan, nerdan, qayergacha, negacha, qayoqqa deganga o'xshash savollarga javob bo'lib keladi. Masalan, men uning yonida o'tirdim. Bu jumladagi yonida degan holat o'rin ravishi va o'rin holatiga kirdi. Ya'ni bu yerdagi yonida degan holat qayerda yoki nerda degan savolga javob bo'lib kelalaydi. Adil Yevropaga ketdi. Bu jumladagi Yevropaga degan yo'nalish kelishga kelgan ism o'rin holati vazifasiga kelgan va qayerga degan savolga javob bo'lib kelgan. Men buni bozordan setib oldim. Bu yerdagi bozordan degan chiqish kelishga kelgan ism o'xshashlar o'rin holati vazifasiga kelgan va qayerdan, nerdan degan savolga javob bo'lib kelgan. Neri ketmang turinglar. Bu jumladagi neri degan o'rin ravishi o'xshashlar o'rin holati vazifasiga kelgan va qayerga, nega, qayoqqa degandek savollarga javob bo'lib kelgan. Endi holatlarning ichidan vaqt holatini ko'rib chiqamiz. Undaqda vaqt holati degan nima? Vaqt holati deganimiz ish harakatining o'rinlanish vaqtini va chekini bildirib keladigan holat vaqt holati deyildi. Vaqt holati vaqt ravishlari, ism va ism xarakterlik so'zlardan ham bir qism ravish rolidagi so'zlardan kelib, ish harakatining paydo bo'lgan, paydo bo'layotgan va paydo bo'lganligini bildirib, jumlada qachon, qachondan beri, qachongacha deganga o'xshash savollarga javob bo'lib keladi. Masalan,
Ben tünügün geldim. Bu yerdeki tünügün degan vaqt rəvişi vaqt altı oldu kelgan və qachon degan savolga javob bo'lib kelgan. Kecha havo bek sovuq edi. Bu yerdeki o'xshashlar kecha degan vaqt rəvişi vaqt altı oldu kelgan və qachon degan savolga javob bo'lib kelgan. Qahramonlar qalbimizda mangu yashaydi. Bu cümledeki mangu degan vaqt rəvişi vaqt altı oldu kelgan və qachongacha degan savolga javob bo'lib kelgan. Yazda sayohat kichkimiz bu cümledeki yazda degan o'rin kelishdi kelgan ism o'xshashlar vaqt altı oldu kelgan va qachon degan savolga javob bo'lib kelgan. Endi holatlarning ichidan sabab holatini ko'rib chiqamiz. Undaqda sabab holati degan nima? Sabab holati deganimiz ish harakatining o'rinlanish yoki o'rinlanmaslik sabablarini bildirib keladigan holat sabab holati deyiladi. Sabab holati bir qism chiqish kelish shakli turlangan ism, ismdoshlar va üçün tirkelmesi bilen birikip kelgan ismdoshlar, shundoqla bir qism ravishdoshlar bilan birga kelib, jumlada nima sababdan, nimishqa deganga o'xshash savollarga javob bo'lib keladi. Masalan, o tirishib o'rganganligi uchun yaxshi maktabga o'tadi. Bu jumladagi tirishib o'rganganligi uchun, ya'ni üçün tirkelmesi bilan birikip kelgan ismdosh bu jumlada sabab holati oldi kelgan va nima sababdan degan savolga javob bo'lib kelgan. Sizni kelidi deb saqlab turdik. Bu cümledeki kelidi deb degan sabab holati nimishqa degan savolga javob bo'lib kelgan. Endi holatlardan maqsad holatini ko'rib chiqamiz. Undaqda maqsad holati degan nima? Maqsad holati deganimiz ish harakatining o'rinlanish maqsadini bildirib keladigan holat maqsad holati deyildi. Maqsad holatlari jumlada nima uchun, nima maqsad bilan, nima qilg'ili deganga o'xshash savollarga javob bo'lib keladi. Maqsad holati bir qism ravishdoshlardan va üçün tirkelmesi bilan kelgan ismdoshdan, yo'nalish kelishga kelgan ismdoshdan va bir qism maqsad ravishlardan tuzildi. Shundoqla fe'l to'mirga gili, kili, g'ili, qili qatorliq maqsad fe'l qo'shimchalarining ulanishi bilan tuzildi. Masalan, biz bu yerga o'qish uchun keldik, ya'ni o'qish degan ismdosh üçün tirkelmesi bilan birlikda kelgan va maqsad holati oldi kelgan. Shundoqla nima uchun, nima maqsad bilan degan savollarga javob bo'lib kelgan. Biz Uyg'ur tilini yaxshi o'rganishga ahamiyat berishimiz kerak. Bu yerdagi yo'nalish kelishdi kelgan ismdosh, ya'ni o'rganishga degan yo'nalish kelishdi kelgan ismdosh maqsad holati oldi kelgan. U qoidalarni qasddan buzyotdi. Bu jumladagi qasddan degan maqsad ravishi maqsad holati oldi kelgan va nima uchun, nima maqsad bilan degan savollarga javob bo'lib kelgan. Olimkam Qashqarni ko'rgili kepti. Bu cümledeki ko'rgili degan maqsad fe'li maqsad holati oldi kelgan va nima uchun, nima maqsad bilan, nima qilg'ili degandek savollarımizga javob bo'lib kelgan. Cümlenin ergeçme böleklerinden holat va holatning turlarini ko'rib chiqdik. Endi cümlenin tengdosh böleklerini ko'rib chiqamiz. Undaqda cümlenin tengdosh bölekleri degan nima? Cümlede bir-biriga beqinmaydigan, ma'lum bir bölekka teng darajada bog'lanib, o'xshash sintaktik vazifada kelgan bölekler cümlenin tengdosh bölekleri deyildi. Masalan, Aygulning to'yiga tuqqanlari, qo'shnilar, do'stlari, xizmatdoshlari va saboqdoshlari qatnashdi. Bu cümlenin egisi bo'lsa, tuqqanlari, qo'shnilari, do'stlari, xizmatdoshlari, saboqdoshlari qatorliq mush ismlarning hammasi o'xshashlar egri oldi kelgan va bular cümle böleklerden tengdosh iyiga kirdi. Endi ikkinchi misolni ko'rib o'tsak, men qizimning adablik, axloqliq va fazilatlik cho'ng bo'lishini umid qilaman. Bu jumladagi adablik, axloqliq, fazilatlik degan aniqlovchilar o'xshashlar tengdosh vazifada kelgan va tengdosh aniqlovchi rolda kelgan. Hozirgi zamon Uyg'ur tilidagi jumlaning hamma bo'laklari tengdosh shaklda kelalaydi, ya'ni ega, xabar, to'ldiruvchi, aniqlovchi, holat qatorliqlarning hammasi cümlede tengdosh bölek şeklinde kelalaydi. Cümlenin tengdosh böleklerining nazariy aniqlamasini ko'rib chiqdik. Endi cümlenin tengdosh böleklerining alayligini ko'rib chiqamiz. Birinchi alaylik bo'lsa, cümlenin tengdosh bölekleri bir-biriga beqinmaydi. O'zaro teng darajada bog'lanib, o'rtaq holda boshqa bir bölek bilan sintaktik munosabati bo'ladi ham bir xil savolga javob bo'lib keladi. Masalan, muallim Adil, Anvar, Tahir va Ahmadni chaqiryapti. Bu yerdagi Adil, Anvar, Tahir, Ahmadni degan bu ismlar bo'lsa, ya'ni tushum kelishga kelgan ismlar bo'lsa, tengdosh to'ldiruvchi vazifasiga kelgan va o'xshashlar kimni degan savolga javob bo'lib kelgan. Ikkinchi alaylik bo'lsa, jumlaning tengdosh bo'laklari eg'izda intonatsiya,
yezıqda bolsa bağlığıçılar və tiniş belgisi arqılıq bağlandı. Məsələn, üçüncü alaylık bolsa cümlenin təngdaş böləklərə qoşumlu qoşdu. Bəzide hər bir böləkə ayrım-ayrım qoşuldu. Bəzide bolsa ən axırı böləklə qoşuldu. Məsələn, biz tətildə Antalyaga, Mersinge, Adanağa barımız. Yəni, bu yerdəki Antalyaga, Mersinge, Adanağa degəndək isimlər bu cümlədə halət vəzifəsi gələn və bu təngdaş halətlərinin həmməsinə oxşaşla qoşumçular qoşulub gələn. Bizden sınıfdan Amine, Yalqın və Qaysərinin kompüteri var. Bu cümledeki Amine, Yalqın və Qaysərinin degen bu cümlenin təngdaş eniqlıqçıları bolsa, Amine, Yalqın degen isim qoşulmagan və ən axırdaki Qaysərinin, yəni Qaysərgilam qoşulgan. Yəni iki xil şəkildə kilələydi. Cümlenin təngdaş böləklərini görüb çıxdıq, həm də cümlenin kengaygan böləklərini görüb çıxımız. Undaqda cümlenin kengaygan bölüki degen nima? Cümlenin kengaygan böləkləri degenimiz əslində özü müəyyən ilgi xəbərlik münasibətini, müəyyən meyliqumni ifadələydiğən cümle bolsunmu, amma başqa bir addi cümlenin tərkibi kirgəndə onun məlum bir bölükünü eniqlab yoki toluqlab keldiğən cümle böləkləri cümlenin kengaytilgan böləkləri deyildi. Kengaytilgan böləklər cümlədə toldurğucu, eniqlıqçı və halət olub kelidi. Məsələn, hər qandaq kişi mən həmmini biləmən deb aytolmaydı. Bu cümledeki mən həmmini biləmən degan cümle bu cümlenin içində kelib, yəni şu bir cümle başqa bir cümlenin içində kelib halət vəzifəsi gələn. Anam bana tirişib öyrənişim kerakligini aytdı. Bu yerdəki tirişib öyrənişim kerak bu cümlenin içində kelib toldurğuç vəzifəsi gələn. Yəni görüb çıxdığımızdək bu xil kengaytilgan böləklər toldurğucu, eniqlıqçı və halət olub kelələydi, amma ega və xəbər olub kelənməydi. Ədəbi yazıq dilida köçürüm cümlələr və özləşdirim cümlələr abtur sözünün içində gəlgəndə köpünçə halda kengaytilgan bölək vəzifəsi kelib, abturun deməkçi bolğan oy fikrini toluqlaş və eniqlaş rolunu oynaydı. Məsələn, ataqlıq pedagog Makariko oxutqucu insan royunun injineri degan idi. Bu yerdəki oxutqucu insan royunun injineri degan adətdə ayrım gəlgən vaxtda öz aldığa bir cümlə olub kelələydi. Amma bu yerdəki cümlənin içində kelib fəqətlə kengaytilgan bölək vəzifəsi gəlgən və bu cümlədə halət vəzifəsi gəlgən. Bugünkü dərsimizin axırı gəldik. Dərsimizin axırda bu dərsimizə münasibətli bolğan tövəndəki iki sual sorab ötümüz. Birinci, halətlər cümlədə bildirdiğən mənisi qarab qaysı türlərə ayrılır? İkinci sualımız bolsa cümlənin təngdaş böləkləri degan nima? Bu sualların cevabını YouTube videomuzun astındaki inkaz kısmına yoki Instagram hesabımızın DM kısmından uçurayızıb əvəsana buludu. Undaqda keyingi saatlik dərsimiz görüşəydik. Görüşükçə ama bolonlar. Xeyr xoş.